anadan gəlmə, irsi yoxsa öyrənilmiş? Bugünkü bədən dili dərsimizdə birinci mövzumuz budur. Əllərinizi qoynunuza qoyanda, yəni sinənizə qoyanda, sağ əlinizi solun üstünə yoxsa solu sağın üzərinə qoyursunuz. Yəni bu şəkildə olanda sol üzərdə olur. Bu şəkildə olanda da sağ üzərdə olur, üstdə olur. Bunu necə elədiyinizi çox adam bilmir. Suala cavab vermək üçün əvvəl hərəkəti təkrarlamalı olunur. İndi siz də əllərinizi qoynunuza qoyun. Sonra cəld tərsinə hərəkət edin. Hansı vəziyyətə daha rahatsız? Tədqiqatlar göstərir ki, bu jest genetikdir və dəyişmir. 10 adamdan 7-si sol qolunu sağ qolunun üstünə qoyur. Duruş və jestlər anadan gəlmədir. İrsidir, yoxsa başqasından keçir? Bu sual ətrafında çoxlu müzakirələr olub. Tədqiqatlar aparılıb. Başqalarının hərəkətini görmək imkanından məhrum olan korları müşahidə ediblər. Müxtəlif mədəniyyətləri təmsil edən adamların, həm də insana yaxın olan heyvan, meymunun davranışlarına baxıblar. Araşdırmaların nəticələri göstərir ki, jestlər kateqoriyalara ayrılır. Məsələn, uşaqlar doğulan kimi süd əmməyə başlayırlar. Bu deməkdir ki, süd əmmək ya anadan gəlmə, ya da irsi qabiliyyətdir. Alman alimi Abel Ebersfeld aşkar edib ki, hətta kor yaxud kar doğulan uşaq gülümsəməyi bacarır. Deməli, bu da anadan gəlmədir. Ekman, Frazen və Sorenson müxtəlif ölkələrdə araşdırmalar aparıb, insan mimikalarını 5 yaşından müşahidə ediblər. Müşahidələr göstərir ki, hər bir xalq hansısa emosiyanı eyni jestlə ifadə edir. Yəni, bu jestlər anadan gəlmə ola bilər. Ekman, Frazen və Sorenson Darwinin anadan gəlmə jestlər barədə fikirlərinin müdafiəçiləridir. Xalqlar arasında fərqlər var, amma bədən dilinin əsas işarələri hər yerdə eynidir. Bəzi jestlərin irsiliyi ya da başqalarından öyrənilərək vərdişə çevrildiyi haqda müzakirələr indi də davam edir. Məsələn, qadınların çoxu paltosunu sol qolundan, kişilər isə sağ qolundan başlayaraq geyinir. Deməli, kişilər palto geyinəndə beynin sol yarımkürəsini, qadınlar isə sağ yarımkürəni işlədirlər. Bir kişi yolda bir qadının yanından ötüb keçərsə, bədənini qadına tərəf çevirib keçir. Qadın isə özündən asılı olmayaraq kənara çəkilir, sinəsini qoruyur. Bu, qadının anadan gəlmə reaksiyasıdır, yoxsa o bunu başqalarından öyrənib? Jestlərin mənşəyi. Elə jestlər var ki, onlar dünyanın hər yerində eynidir. Məsələn, adam sevinirsə gülümsüyür, kədərlidirsə yaxud hirslənibsə qaşqabaq tökür, mısmırığını sallayır. Dünyanın az qala hər yerində, hətta kor doğulan adamlar belə fikirlərini başlarını aşağı əyməklə təsdiqləyirlər. Bu jestin anadan gəlmə olduğunu göstərir. Fikri inkar etmək, yox demək üçün başı yerləmək də universaldır. Çox güman ki, insan bunu uşaqlığının ilk çağlarında öyrənir. Uşaq süddən doyanda başını sağa sola çevirir. Körpəni yedizdirəndə doyubsa, başını gah bu, gah da o tərəfə çəkərək qaşığı rədd edir. Beləliklə, razılaşmadığını, negativ münasibətini baş yerləməklə bildirir. Baş yerləmək yox deməkdir və bu jest körpə süd əmdiyi gündən formalaşır. Bəzi jestlər bizim ibtidai heyvani keçmişimizlə bağlıdır. Məsələn, yırtıcı heyvanlarda gülümsəmək təhlükə jestidir. Ancaq primatlarda gülümsəmək başqa təhlükəsiz jestlərlə birgə istifadə olunur. İtaətkarlığı ifadə edir. Dişləri ağartmaq, burun deşiklərini açmaq primatların hücuma hazırlaşarkən etdiyi hərəkətlərdir. Burun pərləri genişlənəndə döyüşə,
yaxud uçuşa hazırlaşan bədənə daha çox oksigen daxil olur. Heyvanların aləmində bu jest qarşıdakının təhlükə olduğunu bildirir. Bəzi heyvanlarda istehzalı gülüş müşahidə olunur. Onlar bununla ətrafdakılara xəbərdarlıq edir. Lazım gəlsə hücuma keçəcək. Müdafiə üçün dişlərini işə salacaq. İnsan dişləri ilə hücum etməsə də istehza ilə gülə bilir. Təhlükəni yaxud nəyisə düzgün olmadığını hiss edən adam acıqlandığını, qəzəbini bu jestlə ifadə edir. Universal jestlər. Çiyinləri çəkmək universal jestlərdən biridir. Dünyanın harasında olursa olsun, qarşınızdakı adam çiynini çəkirsə, deməli sizi anlamır, nə dediyinizi bilmir. Bu jest 3 hərəkətdən ibarətdir. Əllər açılır, gizli heç nə olmadığını göstərir. Çiyinlər bükülür, boğazı hücumdan qoruyur, qaşlar dartılır. Bu universal jest muti salam deməkdir. Çiyinləri çəkmək itaətin, tabe olmağın göstəricisidir. Xalqların danışıq dili kimi bədən dili də fərqli ola bilər. Elə jest var ki, onu bir ölkədə hamı işlədir. Təbii ki, mənasını hamı bilir. Ancaq bir başqa yerdə bu jestin ya mənası yoxdur, ya da tamam fərqli məna daşıyır. Mədəniyyətlər arasındakı fərqlər barədə daha ətraflı 5-ci fəsildə danışacağıq. Düzgün oxumağın 3 qaydası. Gördükləriniz və eşitdikləriniz həqiqətlə üst-üstə düşməyə bilər. Həqiqəti bilmək üçün 3 əsas qaydaya əməl etməlisiniz. 1. Ayrı-ayrı jestlərə yox, jest dəstəsinə baxın. Bədən dilini yenicə öyrənməyə başlayanların edə biləcəyi ən böyük səhv jestlərdən yalnız birini aydınlaşdırmağa çalışmaqdır. Şəraiti və digər jestləri nəzərə almadan. Məsələn, baş qaşımağın müxtəlif səbəbləri ola bilər. Adam başını tərləyəndə, kəpək çox olanda, başına bit düşəndə, nəyisə unudanda, nəyəsə arxayın olmayanda, qərarsızlıqdan əziyyət çəkəndə ya da yalan danışanda başını qaşıyır. Bu qaşınmanın əsl səbəbini o biri jestlərə də diqqət etsəz tapa bilərsiniz. Bütün dillər kimi bədən dilinin də sözləri, söz birləşmələri və cümlələri var. Hər jest bir sözdür və bu sözün çoxlu fərqli mənaları ola bilər. Məsələn, dressing sözü ingilis dilində ən azı 10 məna daşıyır. Həm geyinmə, həm qidaya ədviyyat əlavə etmə, həm quşun içini doldurma, həm yaranı sarma, həm atlara qulluq etmə prosesidir, həm də gübrə mənasını verir dressing sözü. Sözü cümlədə işlədəndə anladığımız kimi, jestləri də birlikdə analiz etsək, həm söhbətimizin fikrini və məsələyə münasibətini öyrənmiş olarıq. Danışıq dilindəki cümlələr kimi bədən dilindəki jest dəstəsinin də ən azı 3 hissəsi olmalıdır ki, sözün onun əsl mənasını anlaya bilək. Perspektivli adam həm söhbətinin bədən dili cümlələrini oxuyan və onları eşitdiyi cümlələrlə müqayisə etməyi bacaran adamdır. Baş qaşımaq qərarsızlığın göstəricisidir, amma kəpəyin də əlaməti ola bilər. Beləliklə, düzgün nəticə çıxarmaq üçün jest dəstəsinə baxın. Bizim hər birimizin tez-tez təkrar etdiyi jestlər var. Bu jestlər sadəcə darıxdığımızı, yaxud ciddi olaraq sıxıldığımızı göstərə bilər. İnsanın əlini saçına tez-tez atması ya da bütün gün saçını burması da belədir. Kimsə buna vərdiş eləyib, ancaq ayrılıqda bu hərəkət narahatlıq əlamətidir. Ana uşağına onun başını tumarlayaraq təsəlli verirsə, bu uşaq böyüyəndə də narahat olan kimi əlini saçına, başına çəkir.
Jestlər dəstəsi barədə fikrimizi izah etmək üçün daha bir nümunəyə, tənqidi yanaşmanı göstərən hərəkətlərə baxaq. Bu hərəkətləri qarşı tərəfdəki insanın fikrini bəyənməyən, razılaşmayan adamlar eləyir. Məsələn, bunlardan biri bu şəkildədir. Tənqidi yanaşmanın əsas göstəricisi əl-üz jestidir. Şəhadət barmaq yanağı göstərir. Baş barmaq çənəyə dayaq durur. O biri barmaqlar ağzı bağlayır. Bu insanın eşitdikləri ilə razılaşmadığını göstərən bir dəlildir. Ayaqlar da bir-birinin üzərində olur. Bu halda o deməkdir ki, qarşıdakı insan sizlə razı deyil. Adətən baş da aşağı olarsa, bu da negativ bir jestdir. Cümlə təxminən belədir. Sizinlə razı deyiləm ya da sualınız heç xoşuma gəlmir və yaxud mən öz negativ hisslərimi gizlətməyə çalışıram. İkinci qayda, uyğunluq axtarın. Tədqiqatlar göstərir ki, sözsüz işarələrin təsiri sözlü məlumatın təsirindən 5 dəfə artıqdır. Əgər bunlar bir-birlərinə uyğun gəlmirlərsə, həm söhbətimiz xüsusilə qadındırsa, dediklərinizə məhəl qoymayacaq. Yalnız bədənin işarələrini nəzərə alacaq. Əgər siz yuxarıda təsvir etdiyimiz əl-üz jestinin sahibi adama müraciət etsəz, onun sizin çıxışınız barədə fikrini soruşsaz, bu adamın sizinlə razılaşmadığını bu adam bildirsə, onun cümlələri bədən işarələrinə uyğun olacaq. Yox, əgər həmin adam razılaşdığını deyirsə, onun yalan danışdığını hiss edəcəksiniz. Çünki jestlər başqa şey deyir. Danışanın jestləri ilə sözləri arasında uyğunluq yoxdursa, qadın onun dediklərinə məhəl qoymur. Təsəvvür edin ki, bir siyasətçi tribunada dayanıb, özünə inamlı halda danışır. Gənclərə səmimi, açıq münasibətindən bəhs edir. Amma bu adamın əlləri qoynunda gizlənib. Bu müdafiə jestidir. Başı isə aşağı əyilib. Negativlik jesti. Siz ona inanarsınızmı? Bəs o sizi öz səmimiliyinə, qayğıkeşliyinə inandırmaq üçün tribunaya sərt bir karate zərbəsi vursa necə? Sigmund Freud deyirdi ki, bir dəfə yanına gənc bir qız gəlir, nikaha girdiyi üçün çox xoşbəxt olduğunu deyir. Amma danışanda nişan üzüyünü gah oynadıb çıxarır, gah da barmağına salırmış. Freud qızın bu şuuraltı hərəkətinin mənasını bilirmiş, həmin qızın sonraki problemləri onu heç təəccübləndirmir. Jestləri müşahidə etmək və bu jestlərlə nitq arasında uyğunluq axtarmaq, qarşınızdakının ürəyinin açarını axtarmaq kimi bir şeydir. Üçüncü qayda, jestlərə kontekst daxilində baxın. Bütün jestlərə kontekstə uyğun baxılmalıdır. Məsələn, əgər biri qollarını sinəsində çarpazlayıb, ayaqlarını bir-birinin üstünə aşırıb, başını da aşağı sallayıbsa və siz bu adamı soyuq bir gündə avtobus dayanacağında görürsünüzsə, onu kimdənsə deyil, soyuqdan müdafiə olunduğunu anlayacaqsınız. Bu şəkildə. Yox, əgər bu adam sizin qarşınızda əyləşibsə və siz ona məhsul ya da xidmət təklif edirsinizsə, özünüzü yormayın. Bu adam sizin təklifinizi rədd etmək niyyətindədir. Bu kitabda bütün jestlərə kontekst daxilində baxılacaq. Mümkün olduqca onları tədqiq eləyəcəyik. Səhv etmək asandır. Niyə? Salamlaşanda hərə əli bir cür sıxır. Əgər biri yumşaq hərəkət edir, zəif sıxırsa, xüsusilə kişilər, xarakterinin zəifliyini göstərmiş olur. Əl sıxmağın texnikaları və hər texnikanın səbəbi haqda gələn fəsillərdə danışacağıq. Amma artriti, oynaq xəstəliyi olan adam da əl sıxanda ehtiyatlı olmağa
qarşıdakının sərt hərəkətindən qorunmağa çalışır. Eləcə də rəssamlar, musiqiçilər, cərrahlar və incə iş görən, daha doğrusu əllə işləyənlərin çoxu əl sıxaraq salamlaşmağı xoşlamır. Dar, yaxud əyninə olmayan paltar geyinəndə də adam bəzi jestlərdən istifadə edə bilmir və bu da bədən dilinə təsir göstərir. Kök adam bir ayağını o biri ayağının üstünə aşıra bilmir. Çox gödək don geyinəndə qadınlar qorunmaq üçün ayaqlarını bir-birinin üstünə aşırırlar. Gecə klubunda belə qadın görəndə adam ona yaxınlaşmaq istəmir. Fiziki məhdudiyyətin insanın hərəkətlərinə təsirini nəzərə almaq vacibdir. Uşaqları oxumaq niyə bu qədər asandır? Böyük adamın üzündəki ifadəni oxumaq daha çətindir. Nəinki kiçiyin. Bir-birini əvəzləyən jestlərin surəti və aydınlığı danışanın yaşından asılıdır. Məsələn, 5 yaşlı uşaq yalan danışan kimi əlini yaxud əllərini ağzına aparır. Bu hərəkət valideynə yalan barədə mesajı göndərir. Bu şəkildə və yaxud bu şəkildə edirlər adətən. Bu jesti adam həyatı boyu təkrarlayır. Ancaq illər keçdikcə jestin surəti dəyişir. Yeniyetmə də yalan danışanda əlini ağzına aparır. Amma 5 yaşlı uşaq kimi ağzını bağlamır. Onun yalnız barmaqları ağzın kənarına dəyir, yüngülcə toxunur. Bu şəkildə və yaxud bu şəkildə. Bu demək ki, yeniyetmə danışanda bu hərəkətləri eləyirsə, deməli o yalan danışır. Böyük adamlarda bu jestin surəti daha artıqdır. Yetkin adam yalan danışanda beyin yenə əlləri ağza aparmaq və bununla yalanın çıxmasına mane olmaq üçün təlimat verir. Amma böyük adam bu təlimatın yerinə yetirilməsinə son anda mane olur. Üzdən qovulan əl buruna dəyib dayanır. Beləliklə buruna toxunan əl, ağza gedən əlin 5 yaşlı jestin böyük variantıdır. Yəni, belə işarə edirsə adam, böyük adam və yaxud bu şəkildə işarə edirsə, burnuna toxunursa əlləri, bu hamısı demək ki, böyük adam yalan danışır. Yaş artdıqca insanın jestləri də dəyişir. Əvvəlki kimi aydın olmur. Gözə çarpmır. Ona görə də 50 yaşlı adamın bədən dilini anlamaq 5 yaşlı uşağı anlamaqdan qat-qat çətindir. Saxtalaşdıra bilərsiniz? Bizdən tez-tez soruşurlar. Saxta jestlər edə bilərsinizmi? Bu suala ümumiyyətlə yox cavabı veririk. Çünki hər şey, əsas jestlər də, bədənin mikro siqnalları da, sözlər də bir-birinə uyğun olmalıdır. Məsələn, adamın əlini açıq saxlaması onun düzlüyünün göstəricisidir. Amma dələduzun biri yalan danışdığı halda əlini açıq saxlayır və üzünüzə gülürsə, siz bunu hiss edəcəksiniz. Çünki mikrosiqnallar onu ələ verəcək. Bu adamın göz bəbəkləri darala bilər, qaşının biri yuxarı qalxar, ağzı gözü səyriyər. Bütün bunlar açıq ələ, təbəssümə uyğun gəlməz. Bunun nəticəsidir ki, dinləyici xüsusilə də qadın dinləyici eşitdiklərinə inanmır. Kişilərlə söhbət zamanı saxta jestlərdən istifadə etmək nisbətən asandır. Çünki qadınlardan fərqli olaraq kişilər bədən dilini oxuya bilmirlər.